Salamlar, kanalıma yenidən xoş gəldiniz. Növbəti bir podkast bölümü ilə qarşınızdayam. Bilirsiniz ki, artıq həftədə 2 dəfə video yüklədiyim üçün videoların birini podkast şəklində edirəm və sizinlə müzakirə apardığımız və sizin daha çox istədiyiniz mövzuları paylaşıram. Daha çox da bunu Instagram üzərindən eləyirik. Siz mövzunuzu seçirsiniz. Mən isə daha çox seçilmiş mövzunu podkast olaraq çəkirəm. Bugün mövzusu isə televiziyamızdır. Bu videonu əslində çoxdan çəkmək fikrim var idi. Yazıb sizdən soruşanda və çoxunuzun da elə bunun istədiyini görəndə anladım ki, təkcə məndə deyilmiş bu söhbət, məndə deyilmiş bu fikirlər. Deməli, çox bir qism əslində bu barədə danışmaq istəyirmiş. Əla, onu danışaq. Deməli, mən əslində indi tam sizlərin həmişəki kimi bildiyiniz kimi səmimi danışacağam. Kontentimin əsas belə deyim ki, məqsədi sizə səmimi bir ortam yaratmaqdır. Səmimi olmaqdır, səmimi danışmaqdır, özümü başqa cür aparmaq və ya da fikirlərimi başqa cür qəlmə vermək deyil. Sanki FaceTime-da üzbəüz söhbət edirsiniz. Podkastımın əsas məqsədi budur. Səmimiyyətə qalarsa, televizora çoxdandır baxmırdım. Kinolara baxırdım, özümün izlədiyim kinolar var idi. Bundan əvvəlki videoda danışmışam sizə ingilis necə öyrənmək olar videosunda. Netflix-dən olsun, Prime-dan olsun kinolarım var idi, seriallarım var idi. Və yaxud da ki, verilişlər, şoular olurdu. Mən yenə də YouTube-a baxırdım, belə deyim. Televiziya adında oturum televizor verilişlərinə baxım, televizor seriallarına baxım. Bu şeyi eləmirdim. Yəni Azərbaycan kanallarını nəzərdə tuturam. Bu təxminən bir neçə vaxt ərzində 1-2 ay 1 ay yarım belə deyim. Boş vaxtım oldu. Çox boş sözün əsl mənasında. Heç bir işim olmadı. Universitet artıq söhbəti bitdi mənim üçün və birdən-birə sanki boşluğa düşdüm. Fikirləşdim ki, nə etmək olar? Televiziyaya baxmaq. Çünki sözünüz düzünü desəm sizə, balaca olanda, yəni çox balaca olanda televiziya ilə böyümüş bir adamam. Həddindən artıq. Demək olar ki, televizorda olan bütün kinolar, Azərbaycan televiziyasından danışıram. Bütün seriallar, bütün verilişlər, bütün kinolar, maqazin xəbərləri hamısına baxırdım və sevə-sevə baxırdım. Xüsusilə də maqazin xəbərlərinə baxırdım. Eyni zamanda, yəni show biznes xəbərlərinə daha doğrusu və verilişlərə də çox baxırdım. Ən sevdiyim amma nə idi? Şənbə və bazar günləri, xüsusilə də ATV-də səhv eləmirəmsə, çoxlu maraqlı komedik verilişlər olurdu. Təsəvvür edin, məndə bunların siyahısı var. Yəni belə beynimdə siyahısı var idi. Bu gün bazar gündür, mən bacanaqlara baxacağam və s. və s. Bu tip şeylərə çox baxırdım və indinin özündə də məsəl üçün olur ki, ya qarşıma çıxır YouTube-da, ya Instagram səhifəsində bu o dövrdə çəkilmiş həmin o seriallar, filmlər, kinolar qarşıma çıxanda bir nostaljik hiss yaranır və sevə-sevə oturub yenə baxıram. Nəysə, bu dəfə fikirləşdim ki, mən çoxdandır bura baxmıram. Biraz Azərbaycan kanallarına baxmağın vaxtı gəlib çatıb. Baxmaz olaydım. Mən çox eşidirdim ki, insanlar deyirlər ki, hə mən televizora baxmıram. İş mühitində, dərs mühitində çox eşidirdim ki, insanlar dayanmadan ancaq çox bir təbəqə deyir ki, ümumiyyətlə televiziyada baxmırıq biz. Çünki baxılası bir şey yoxdur. Çox pis vəziyyətə düşüb televiziya. Yəni baxılası bir şey yoxdur sözün əsmasında. Onun üçün də çox edir ki, kanallar ümumiyyətlə yoxdur belə yəni televiziyada. Ancaq biz YouTube-dan istifadə edirik. Mən o məqsədlə baxmamaq kimi yox, sadəcə vaxtım yox idi yenə deyirəm. Baxdığım da bəzi məsəl üçün filmlər, kinolar varsa, onları da bilirəm, yazıb internetdə məsəl üçün baxırdım. Bu qədər. Sadəcə yəni televizora ayıracaq bir marağım yox idi belə deyim. Sırf xüsusi bir düşmənçilik və ya istəməməklikdən baxmırdım. Nəsə dediyim kimi 2 ay bundan əvvələ qədər bir boş bir zamanım yarandı və fikirləşdim ki, artıq mən televiziyada oturub baxa bilərəm rahatlıqla. Və insanların nəyə görə baxmadığımı anlamış oldum. 6 il, 7 il. Məsələn, mən ən kaliteli dövrlərini, hətta ən keyfiyyətli dövrlərini 10 il bundan əvvəl deyərdim. Yəni televiziya bura qədərmi dəyişib, bura qədərmi aşağı səviyyəyə düşə bilərmiş. Nəsə verilişlərə baxmağa başladım, səhər verilişlərinə xüsusilə kanallarda və baxa-baxa baxıram ki, bu mənim neçə illər əvvəl sevə-sevə izlədiyim o verilişlərin səviyyəsində deyil. Yenə də baxıram ki, bəlkə bu kanalla problemi var. Bəlkə bu kanal keyfiyyətini düşürüb. Növbəti kanala çevirdim, ondan daha bərbad bir vəziyyət gördüm. Digər kanala çevirdim, daha bərbad vəziyyət gördüm və həqiqətən də vəziyyətin doğrudan elə gərgin olduğunu anladım. Səhər verilişlərində ümumiyyətlə, yəni belə deyək də, kanallarda artıq öyrədici bir şey, funksiya qalmayıb mənə elə gəlir. Kanallar sırf olaraq boş-boş baxıb, amma kaş ki boş-boş baxıb sadəcə əylənməli bir ortam da olardı. O da deyil, qıcıqlandırıcı bir ortam yaranıb. Başa düşürsünüz? Yəni insanı sanki qıcıqlandıran, əsəbiləşdirən və ət tökən bir ortam yaranıb. Verilişlər ümumiyyətlə məsələn aparıcı çıxır danışır, amma aparıcı özü də bilmir nə danışır. Sadəcə danışır. Danışmaq adına danışır, saatı doldurmaq naminə danışır. Və sonra təbii ki, başlayır sponsorlarla danışır. Sonra sponsor reklamı bitir, yenə növbəti bir müğənni gəlir, üzünü tanımadığımız, adını bilmədiyimiz, gündə biri çıxır. Yəni təsəvvür edin, mən onun üçün deyirəm ki, bir 7-8 il əvvəl mən show biznesi o qədər maraqla izləyən bir insan, ətrafımda da təkcə mən özümdən danışmıram. Bir də bunu demək istəyirəm ki, podkastlarımda təkcə özümdən danışmıram. Çünki məncə bu ədalətli deyil və insanların daha çoxunun fikirləşdiyi sözləri burada sizə deyirəm. Yəni indinin özündə belə mən demirəm ki, mən doğruyam.
kanallara baxıb çox sevə-sevə izləyib və nə gözəl ki var, sən haqsızsan deyə bilən bir insan ola bilər. O mənim üçün haqsız olduğu kimi, mən də onun üçün haqsız ola bilərəm. Heç kimi qınamıram. Sadəcə daha böyük kütlənin sizə fikirlərini bura çatdırmaq məqsədini daşıyıram. Nəysə, nədə qalmışdım yadımdan çıxdı. Mən maqazin xəbərlərinə, show biznes xəbərlərinə o cürlə maraqla baxan insan artıq indiki show biznesmi deyim, qalmaqalmı deyim, səviyyəsi aşağı düşmüş söhbətlərmi deyim. Show biznes dediyimiz yerdə müxtəlif tanıdığımız, sənəti olan, mahnısı olan, səviyyəsi olan, keyfiyyətli insanları artıq demək olar ki, görmək mümkün deyil. Hətta bəzi çox keyfiyyətli olub, keyfiyyətli musiqiləri olub, mənim sevə-sevə, insanların sevə-sevə dinlədiyi insanların belə keyfiyyətinin düşdüyünü görmək mümkündür. Nəyə görə? Sırf olaraq TikTokda və yaxud da hansısa bir sosial şəbəkədə mahnı trendə düşsün və yaxud da özü gündəmdə olsun, qalmaqal yaratsın deyə öz səviyyəsini, yəni o cürlə yuxarı səviyyədən aşağı düşdüyünü görmək mümkündür. Yuxarı səviyyədə bəli, olub, yenə də olanlar var, amma çox təəssüf ki, mənə elə gəlir ki, artıq onların qədri bilinmir və yaxud da onlara lazımi dəyər verilmir. Çünki onlar belə deyim də səviyyəsizlik eləyib, sadəcə İnsanlar danışsın deyə ortaya düşməyə çalışmırlar. Əsl öz sənətlərini göstərməyə çalışırlar. Bu da çox təəssüflər olsun, nədənsə insanlara maraqlı gəlmir. Mən belə başa düşürəm. Mənə elə gəlir ki, əsas problem siz burada nədir? Artıq insanlar düşünmürlər ki, mən keyfiyyətli bir mahnı ilə və yaxud da keyfiyyətli bir öz sənətimlə və yaxud da hansısa bir verilişdə öyrədici bir proqramla irəli gəlim, səviyyə göstərim. Məncə bəziləri artıq bunu düşünmür. Onların sadəcə bir məqsədi var ki, gündəmdə olsunlar, qlobal olsunlar və bunlardan danışılsın. Bəziləri ümumiyyətlə fərq eləmir ki, səndən müsbət yoxsa mənfi cəhətdən danışırlar. Mənə gəlir ki, bu təkcə sənət aləmində, incəsənət aləmində deyil, ümumiyyətlə bütün dünyada insanlar, bir də yəni sosial şəbəkələrə açıb baxsaq, təkcə Azərbaycandan danışmıram, bütün ölkələr deyirəm. Avropadakı bütün ölkələr deyirəm, Amerikanı deyirəm. Yəni fərq eləmir. Çox insan artıq belə bir düşüncədədir ki, mən məşhur olmalıyam, mən görünməliyəm, mən tanınmalıyam, məndən danışmalıdırlar. Amma day məndən necə danışırlar? Mənfimi danışırlar, iyrənərəkmi danışırlar, ələ salaraqmı danışırlar, yoxsa keyfiyyətimdən, səviyyəmdən danışırlar? Bunu düşünən yoxdur. Sırf olaraq məndən danışsınlar, mənim izləyicim çox olsun. Biri neqativ, mənfi reklamın özü də belə reklamda baxır hara qədər mənfi. Məncə bu artıq anormal şəkil alıb. Və televiziyada çox təəssüflər olsun gördüyüm qədərilə məhz bu dönəmə gəlib çıxıb. Seriallardan danışmaq belə istəmirəm. Mənə gəlir ki, danışmağın mənası yoxdur. Bir-iki keyfiyyətli işi çıxmaq şərti ilə, məsəl üçün adını deyərəm, İctimai TV-də çox keyfiyyətli serialların həqiqətən yayımlandığını görmüşəm və hətta onların Netflix səviyyəsində, yəni Netflix-də bunu hər zaman deyirəm, bəziləri çox qəbul eləmir, amma tam mənim fikrim budur. Mənə gəlir ki, Netflix-də nə qədər film, serial var, məsəl üçün belə deyək də, Netflix-dəki bəzi film və seriallardan qat-qat səviyyəli seriallar çəkib bunu bacarır əslində. Əqrəb mövsümü çox mükəmməl səviyyəli bir serialdır və introsundan tutmuş, girişindən tutmuş, ssenarisi, aktyorluq mükəmməldir. Dediyim kimi Netflix-ə tam olaraq yaraşacaq, hətta yəni yerini tuta biləcək tipdə bir serialdır. Bunu demək istəyirəm ki, əslində qabiliyyəti olan insanlar, keyfiyyət yarada biləcək insanlar var, amma çox təəssüf ki, səviyyəsi olmayan və qabağa gedənlər daha öncəlik daşıyır. Yəni bu tip seriallar çıxmaq şərti ilə dediyim kimi, xüsusilə də ictimaidə olur. Başqa kanallarda belə səviyyəli bir serial sözünü açıq xatırlamıram. Əgər unuda bilərəmsə şərhlərdə yazarsınız. Onun üçün onlardan danışmaq istəmirəm. Ümumiyyətlə serial, kinolar sanki əllə çəkilib, yəni əl telefonu ilə çəkilib, telefon əsə-əsə, bilmirəm, bir dənə resorda aparatlar, mikrofonlar yoxdurmu, ya kameradan istifadə etməyi bacaran insanlarmı yoxdur, bilmirəm, yəni vəziyyət nə yerdədirsə. Bütün həmişə şərhlərdə də görürəm, danışanda söhbətlər ətrafındakı insanlarla da bu olur ki, bütün seriallar sanki telefonu ilə çəkilib və əl telefonu çəkmə problemi də yəni çəkə bilərsən, amma bunu əstirmədən tam rahat şəkildə çəkmək olmur. Yəni bütün hamısı belə-belədir, bilmirəm nəyə görə. Dizaynla ümumiyyətlə danışmaq mümkün deyil. Bəzi seriallara, filmlərə baxırsan ki, doğrudan da buna əmək verilib. Yəni dizayn qurulub. Deyək ki, sən oturmusan müəyyən bir ortamda, evdə oturmusan, ona qədər fikir verirlər ki, qoy süfrədə məsəl üçün çay olsun və yaxud da süfrədə şirniyyat məsələn qoyurlar və yaxud da otağın dizaynını həmin insana uyğunlaşdırıb eləyirlər də, necə deyim. Məsələn 40 yaşında bir insanın otağını uşaq yataq dəsti ilə, uşaq mebelləri ilə eləmirlər də, başa düşürsüz nə demək istəyirəm. Və mən bunu çox gördüm seriallara baxa-baxa ki, əziyyət, zəhmət, nəsə eləyim, nəsə ortaya çıxardım yoxdur da, sadəcə prosta çəkim atım, yəni getsin də bölüm. Bu bundan ibarətdir. Sən hər gün o serialın yeni bölümünü vermə. Heç hər həftədə vermə. Ayda bir dənə yeni bölüm çıxart, amma keyfiyyətli şəkildə çıxart. Və sonda da nə yaranır? Saysız hesabsız, keyfiyyətsiz serial ki, heç kimə də lazım deyil. Aktyorluqdan ümumiyyətlə danışmaq istəmirəm. Mənim sahəm deyil əslində. Düşünmürəm ki, mənim bu barədə fikir bildirməyim doğru olar, amma məncə göz qabağındadır ki, aktyorluq sənət deyilən bir şey var. Yəni kim gəldi, sadəcə gəlib hansı bir serialın, filmdə oynamasını çox görürük. Heç bir qabiliyyəti yoxdur, apara bilmir. Necə gəlib bura çıxıb
görünüş olaraq da, yəni yenə deyirəm, otağın dizaynı olsun, səliqəsi olsun, insanların özlərinin səliqəsi, geyimi heç nəyə fikir vermirdi. Bir 5-6 nəfər oturub məhəllədə və bir dəmir qərar gəlib ki, bir dənə serial çəkək, o birisi çıxarıb telefonu, başlayın danışmağa. Elə bil ki, heç ssenari də yoxdur. Bəzən mənə elə gəlirdi ki, baxanda, mən burada yəni ssenari ola bilməz. Ssenari üzərində danışıq, söhbət gedəndə yəni axıcı bir nəsə olur. Bir şey 10 dəfə deyirlər. O onu deyir, bu birisi onun dediyini təkrarlayır, bu birisi onun dediyini təkrarlayır. Dediyim kimi, mənə elə gəlir ssenaridə belə yox. Sadəcə oturub 5-6 nəfər, tum çıtlayır, başlayır ki, mən başladım, sən başla. Bu danışıb, bu söhbət eləyib, yəni öz aralığına çəkib qoyublar ki, filmdir. Seriallar bu qədər. Demişdim ki, çox danışmaq istəmirəm, amma xeyli danışdım. İndi keçəcəm verilişlərə. Verilişlər daha biabırçı vəziyyətdə idi məncə. Verilişlərin belə olma səbəbini anlayıb fikirləşirəm ki, bu nəyə görə belədir? Hansı kanala çevirdim? Bir dənə verilişə baxdım. Bax, həqiqətən adını deməyəcəm. Bax, real deyirəm. Çox verilişlərə baxdım. Daha səhər verilişləri olsun, günorta verilişləri olsun, axşam verilişləri olsun. Aralarında məni biri şoka lap daha çox saldı. Təsəvvür edin, baxa-baxa gəlmişəm. Oyda bu nədir? Bu nədir? Hamısını deyirəm. Buna çatanda dedim ki, bu nədir? Başa düşdünüz? Baxdım ki, veriliş sanki sənət, keyfiyyət, ortada heç nə yoxdur da, başa düşdünüz? Tanışlar, ailə üzvləri yığılıb bir yerə nəsə eləməyə çalışır. Təsəvvür edin, ata bala ilə veriliş aparır. Qonaqlar gəldi. Baxdım ki, yəqin ayrı-ayrı bir qonaqlar olacaq da. Qonaqlar hamısı bir-birinin qohumları, bir ailəni çağırıb və hamısı oxuyur. Hamısı bir-birinin qohumları. Bu bunun qızı, bu bunun əmisi qızı, bu bunun dayısı qızı, bu bunun övladı. Deyərsən ki, necəsə olub hamısı sənət adamıdır. Yox, dəxlisi olmayan adamlar və özləri dedilər ki, hə bu qız falan fakültəni qurtarıb, yəni ayrı-ayrı sahəni bitirmiş adamlar idi. Yaxşı deyirsiniz ki, ola bilsin ki, belə bir verilişdir, ailə üzvlərini çağırır, amma elə bir veriliş deyil. Bildiyin, yəni konkret bu insanları da sənət adamı olaraq çağırmışlar o efirə. Dəxlisiz sahələri bitirmiş insanlardır və deyirlər ki, hə biz bunu da müğənni eləmək istəyirik. Sonra o birisinə qayıtdılar ki, bunu da müğənni eləmək istəyirik. Yəni bir ailə, bir nəsil yığılıb ora gəlmişdi. Sənətlə əlaqəsi olmayan insanlar idi. Başdakılar, başçıları, ailə başçıları belə deyim ki, sənətlə güya ki müğənni idilər. Amma digərlərinin yəni müğənniliklə, sənətdən heç bir əlaqəsi yox idi. Sadəcə bir nəyi qurtarıb, bir nəyi qurtarıb, bir başqa heç nəyi qurtarmayıb. Sadəcə deyir ki, bunları da gətirmiş ki, bunlar qabağa getsinlər. Onlardan da biri başladı mahnını götürüb oxumaq istədi. Neynədi? Biabırçılıq dedilər, canlı oxur, canlı oxuya bilmədi təbii ki. Orada yəni komediya artıq fikirləşdim ki, okey. Baxıram buna, baxacağam. Sadəcə komediya olaraq baxacağam. Canlı oxuya bilmədi. O dedi ki, yox, oxumaq istəmir. O birisi sonra dedi ki, gəl mən oxuyaram. O da nə gündə elə bir səsini oxudu ki, oturan tamaşaçılar az qaldı hamısı gülməyə başlamışlar. Yarımçıq kəsdilər, reklamlar deyib tez verilişi dayandırdılar orada. Gülməli bir ortam idi da. Mən onu anlaya bilmirəm ki, bu televiziyaya nə baş verdi. Hamı qohum əqrəbasını yığıb və öz fikirlərincə veriliş aparırlar. Çevirsən o birisi kanala, bu atası ilə, bu qızı ilə, bu oğlu ilə, bu nənəsi ilə, babası ilə hamı yığılıb, yəni bacaran, bacarmayan, incəsənət bitirən, bitirməyən, aparıcılıq bitirən, bitirməyən, jurnalistika bitirən, bitirməyən, qabiliyyəti olan, olmayan, səviyyəsi olan, olmayan hamı hal-hazırda efirdədir. Dediyim kimi keyfiyyətli, səviyyəli, çox az miqdarda bir neçə şey qalıb ki, onlar da məncə yetərli qədər dəyər verilmir. Və məncə məni ən çox təsir edən bilirsiniz nə oldu? Vaxtilə televiziyanı çox sevmiş və bununla böyümüş biri olmağım. Maraqlı kontent yaradırdılar. Məsəl üçün yarış kimi olsun və yaxud da yarış olmasa da siz necə? Müğənniləri çağırırdılar və yaxud da sənət adamlarını çağırırdılar. Bunlarla rubrikalı bir veriliş aparan. Birinci rubrikada sadəcə söhbət edirdilər, ikinci rubrikada şəxsi həyatdan danışırdılar, müəyyən suallar verirdilər, təbii ki, hər şey səviyyə çərçivəsində. Üçüncü müəyyən hansısa bir deyək ki, qısa oyun oynayırdılar. Dördüncü yenə mahnılar, ifadə, hər şey sistemli şəkildə, maraqlı, səviyyəli bir şəkildə idi. İndi isə heç nə eləmirlər. Artıq belə başa düşürəm ki, bunlar əziyyət belə çəkmək istəmirlər. Çünki tanınmayan bir insan yığırlar. Əsasən daha çox da artıq bunlar ailə üzvləri olur. Bilmirəm necə təzə çıxıb bu. Hamısını yığırlar bir yerə. Bir dənə, iki dənə söhbət edirlər ki, hə sənin təzə mahnın nə idi? O deyir ki, təzə mahnım budur. O onu tərifləyəcək, bunu tərifləyəcək. Bir də bu dayanmadan bilən tərifləyəcəklər. Ona daha çəkə bilmirsiniz orada yəni. Sənətin yaradıcısı falan kəs görürsən, kim görəcək? Böyük sənətkar, hamının heyran olduğu, ecazkar səsi ilə bütün dünyanı fəth etmiş, gözəlliyi ilə, sənətkarın özünün səviyyəsi ilə, keyfiyyəti ilə sizin qarşınızda hamının gözlədiyi adam gəlir, deyirsən ki, kim görəcək? Yəni fikrini adamlar canlanır. Adam gəlir, heç tanımırsan. Və təkcə mən yox, yenə deyirəm, deyəcəksiniz ki, yəqin sən tanımırsan. Yox, böyük kütlə ümumiyyətlə tanımır. Çünki kim gəldi hal-hazırda çıxır bir dənə mahnı yazır, TikToka reklam verir, sonra da çıxır efirə. Tanınmayan adamlar dolu. Deyərsiniz ki, tanınmayan adamlar da gəlməlidirlər ki, biraz da digərlərinin yerini tutsunlar, tanınsınlar, doğrudur, amma keyfiyyətli bir şəkildə gəlsinlər. Nə geyim sənəti, nə səhnə mədəniyyəti var, nə səhnə danışığı var, nə səhnə geyimi var. Bəzi verilişlərə baxdım, qonaqlar ağızlarına gələn mövzulardan elə danışırlar ki, sanki
Biraz aqressiv bir video olacaq. Ağızlarına gələn söhbətlər eləyirlər. Bir keyfiyyətli, normal, efirə yaraşacaq söhbətlər yoxdur. Çox belə qəribə-qəribə ağızlarına gələn sözün əsl mənasında danışırlar. Gülüş ümumiyyətlə vəhşi dərəcəsində aparıcı elə bir qaqqıltı çəkir ki, bir anlıq televizorun xodunu aşağı salmağa çalışsan ki, yəni qulağım getdi də. Və qonaqların geyimi, aparıcının geyiminə baxırsan, efirə yaraşmayan, özünə yaraşmayan. Mən özüm o efirə, yəni baxmağı özümə belə yaraşdırmadım ki, buna baxa bilmərəm də mən, yəni buna deyirəm, buna baxmağımı heç kim bilməməlidir. Yəni onu yaşadım. Sözün əsl mənasında yaraşdı, yaraşmadı, səviyyəli oldu, olmadı. Uyğun gəldi, gəlmədi. Çox bərbad geyimlər geyinib gəlirlər. Bilmirəm, ondan bəlkə diqqət çəkmək istəyirlər, bilmirəm. Yenə də neqativ diqqət çəkirlər. Başa düşmürəm. Söhbətlər bu cürünə çıxır, elə bir mahnı oxur ki, sanki mahnı oturduğu yerdə mən bu dəqiqə tutmuşam belə ritm eləmişəm, belə bir şey eləmişəm və bunu çıxardıb oxumuşam. Yəni bu tipdə mahnılardır. Söhbətlərə gəlsəm, ümumiyyətlə ortada söhbət yoxdur. Yenə deyirəm, qonaq gəlir, qonaq başlayır mahnısını oxuyur, o əynindəki bərbad libası ilə fırlanır ortalıqda, ağzına gələni oxuyur, o da necə mahnı da bilmirəm. Sonra aparıcı başlayır onu tərifləməyə, qışqıraraq gülürlər. Sonra növbəti qonaq gəlir, o yenə tanınmır, yenə tanınmamış, yenə çox aşağı keyfiyyətli, aşağı mahnının sözlərinə baxırsan, iyrənirsən yəni mahnıdan. Bu mahnını oxuyur, otururlar. Sonra ona deyir ki, sən necəsən, mən necəyəm. Qonaqlar ki, qonaq yoxdur, o birisi qonaq onu tərifləyir, o birisi də bunu tərifləyir. Aparıcı, aparıcının ailə üzvləri də bir-birlərini tərifləyirlər. Ondan sonra da yenə mahnı oxuyurlar və çıxıb gedirlər. Sadəcə çox təəssüf keçirdirəm buna, çünki istəməzdim belə olsun. Mənə elə gəlir ki, bir var ki, bizdə ümumiyyətlə bu qabiliyyət olmasın, bu talant, istedad olmasın deyirəm ki, ola bilsin yox idi, heç vaxt olmur, olmayacaq da. Amma vaxtilə olmuş. Yəni mahnıların özləri belə fikir verirsiniz ki, mahnılar səviyyələri aşağı düşüb. O qədər gözəl, keyfiyyətli mahnılar var idi ki, çox əvvəl demirəm, yəni 7-8 il, 5-6 il bəlkə bundan əvvələ qədər keyfiyyətli mahnıların səviyyəsi artığı çox. Mən indi heç bir Azərbaycan mahnısına qulaq asa bilmirəm. Qulaq asıram ancaq köhnə Azərbaycan mahnılarına. Lap köhnə Azərbaycan mahnıları çox ən kaliteli mahnılar, %100 onlara həmişə onsuz sevə-sevə dinləmişəm. Nostaljik dövrlər yaşadır adama, amma lap yenilərdən də yenə də bir 4-5 il bundan əvvəlkilərə qədər dinləyə bilirəm. Artıq bu indiki dövrdə heç bir musiqini dinləyə bilmirəm, çünki qulaq asası mahnı qalmayıb. Demək olar ki, qabiliyyət ola, bacarıq ola bu vəziyyətə gəlib çatmağımız mənə çox kədərləndirdi. Bütün o sevə-sevə izlədiyim komedik verilişlər yadıma düşür, maraqla baxdığım verilişlər yadıma düşür və belə baxıram ki, inanmıram artıq o keyfiyyət geri dönsün, çünki möcüzə baş verməlidir ki, məncə geri dönsün. Əslində öz əlimizdə də hər şey istəsək eləyə bilərik, amma biraz qeyri-real görünür sözün açığı. Burada pozitiv düşünə bilməyəcəm. Bu qədər aşağı bir səviyyə düşməsi baş veribsə, burdan necə qalxar bilmirəm, çünki düşə-düşə də yenə gedir. Kanalları izləmirdim və izləməməkdən də davam eləyəcəm. Dediyim bir neçə serial çıxmaq şərti ilə ki, onlara baxacağam. Keyfiyyətə dəstək vermək lazımdır. Daha maraqlı, daha keyfiyyətli, bunun kimi işlər də irəli gəlib. Ən azından onlar bəlkə biraz bizi bu çöküşdən bəlkə qaldıra bilərlər. Onlara yəni ümid eləyirik. Çox danışmaq istəmirdim. Sadəcə biraz əsəbləşdim elə bir. Çünki baxmaq istəyərdim yəni televiziyaya. Amma artıq bilmirəm. Siz də fikirlərinizi bildirin. Instagram və TikTokda məni izləyə bilərsiniz. Eyni zamanda bu videonun şərh bölməsində fikirlərinizi bildirin. Bilmirəm, bəlkə hansısa bir səviyyəli, onlar görmüsünüzsə şərhlərdə yazın. Gedim izləyəcəm onları böyük maraqla, çünki axtarıram. Fikirlərimlə razısınızsa yenə də bildirin şərhlərdə, razı deyilsinizsə yenə də bildirin şərhlərdə. Çünki dediyim kimi biz burada söhbət tipində, mən söhbət podkast kimi eləmək istəyirəm. İkinci bölümümüzdür. Və bu söhbətdə də qarşılıqlı fikirlər olmalıdır. Yəni narazısınızsa deyin ki, bununla narazıyam. Söhbət aparaq yenə də. Maraqlıdır mənə. Hamının fikirləri maraqlıdır. Mən demirəm ki, mən doğruyam. Çoxunun dediyi fikirləri burada sizinlə bölüşmək istədim. Bilmirəm axırımız hara gedir. Yenə də pozitiv notlarla bitirmək istəyirəm. Ümid eləyək ki, nəsə möcüzə baş verər və yaxud da birdən-birə hamısına çatar ki, biz nə edirik? Belə qəflət yuxusundan ayılarlar və səviyyəli veriliş və kanallarla geri dönmüş olarıq. Növbəti bölümün mövzusunu şərhlərdə deyə bilərsiniz ki, nə barədə olsun, nə barədə danışaq podkastımızda. Sizinlə birlikdə şərhlərdə tövsiyələrinizi gözləyəcəm. İstər film, istər veriliş, yazın, baxın mən də onları görüm. Bəlkə nəsə maraqlı bir şey tapa bildik baxmağa. Hamınızı çox sevirəm. Həftədə 2 dəfə video yükləyirəm. Abunə olmağı və zəng səsini açıq qoymağı unutmayın ki, videolarımdan xəbərdar olmuş olasınız. 3 gündən sonra yeni videoda görüşmək ümidi ilə hələlik.